Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib. Bu barədə Sferaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Sabunçu rayon polis idarəsi 13-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar. 37 yaşlı A. Quliyev və 39 yaşlı Ə. Abbasov müəyyən olunaraq saxlanılıblar. Binəqədi rayonunda da oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində təmir tikinti alətləri və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V. Klimaşkin və əvvəllər məhkum olunmuş 33 yaşlı Ə. Rəhimli müəyyən olunaraq saxlanılıblar. Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl zinət əşyasını oğurlamaqda şübhəli bilinən 24 yaşlı N. Sadiqova da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.